studiyamızın həkim qonağı, ürək-damar cərrahı Arzu Vahidoğludur. Lüks Hospitalda fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Arzu həkim, xoş gördük, necəsiniz? Xoş gördük İlhan hanım. Təşəkkür edirəm. Dünyada hər şey dəyişsə də siz dəyişmirsiniz. Minnətdaram, çox gözəl, minnətdaram xoş sözlərinizə görə. Doktor, ümumiyyətlə, damar divarının genişlənməsi və elastikliyinin itirilməsi hansı səbəblərdən yaranır? Və bugün, əlbəttə ki, mən əminliklə bunu deyə bilərəm ki, hələ də gecikmiş mərhələdə, gecikmiş varikoz xəstəsi olaraq müraciətlərin sayı artır. Ürək-damar cərrahı olaraq dünyada nələr baş verirsə, onları Azərbaycanda siz də tətbiq edirsiniz. Kollegalarınızdan bunu da eşidib görürük. Amma insanlar fərdi xüsusiyyətləri olduğu kimi xəstəlik də onlara fərdi olur, individual olur. Məhz ona görə də bu metodikalar hər bir insanda eyni olmaya bilər, dəyişkənlik göstərə bilər. Yenə də problemimiz, əgər damar genişlənməsi, onun elastikliyinin, damar divarının elastikliyinin itirilməsidirsə, hansı səbəbdən yaranırsa, Arzu həkimin deyəcəklərinə Xəstə sayısı, xəstəlik artdı deyə dəyişmədi əslində. Xəstə sayısı eynidir. Mütəxəssislərin sayısı artdı. Hal-hazırda daha çox travmatoloqlar, nevropatoloqlar və fizioterapevtlər bizə çox müraciət edir. Və təbii ki, qadın doğum ekibi, yəni ginekoloji şöbələr bizə xəstələrini danışır. Çünki xəstəlik, estetik xəstəlik simasından artıq çoxdan ayrılıb. Daha çox həkimləri qorxudan bir xəstəlik üzünə dönüb. Çünki əməliyyat əsnasında və ya fizioterapiya əsnasında və ya hər hansı bir ximioterapiya müalicəsi əsnasında və ya hər hansı bir IV damar daxili müalicə əsnasında tromblaşma riski yüksək olan bir xəstəlikdir, daşıyan bir xəstəlikdir. Və biz artıq bu xəstəliyi sadəcə varikoz, başqa heç bir şey deyil, işte qaşınarsa, qızararsa, narahat eləyərsə həkimə gedin, danışdığımız bir xəstəlik deyil. Sizi anidən həyatı boyunca acil duruma gətirəcək bir başqa bir xəstəlik səbəbindən siz müalicə olacaqsınızsa və ya əməliyyat olacaqsınızsa və həkiminiz, başqa bir həkiminiz, nevropatoloq, beyin cərrahı, travmatoloq sizin bu xəstəliyinizi aşkar eləyəcəksə, o qalacaq aciz. Bunu siması dəyişib. Artıq bizim əməliyyat sayımızın artması və ya xəstəliklərimizin artması xəstə artdı deyə deyil və ya xəstəlik artdı deyə deyil. Həkimlər daha selektiv və daha diaqnostik olaraq bu xəstəliyin negativ faktorları ilə çox-çox üzləşib deyə və mütəxəssislər var deyə artıq onlara müraciət edir. Mən ayrıca Özbəkistanda da əməliyyat edirəm və Özbəkistandan qopartdığım bir incələmə var. Orada hal-hazırda sığorta sistemi işləmir. Yəni, dövlət sığortası yoxdur və dövlət sığortası olmadığı üçün insanlar həkimlərə çox çətinliklə inanır. Bizim ölkəmizdə elə bir durumumuz artıq çoxdandır, yoxdur və sığorta sayəsində, təbibin sayəsində və səhiyyəmizin sayəsində və səhiyyənin gücü sayəsində sığorta ilə işləyən və sığorta ilə əməliyyat edən öz adını isbatlamış həkimlərimizin sayı artıb. Güvənilir bir şəkildə sadəcə Bakıda, sadəcə bilməm nə xəstəxanasında, hər hansı bir xəstəxanada oturan həkim deyil, regionlarda da sığorta ilə əməliyyat edən həkimlərimiz çoxdur və onların adlarını biz əməliyyatla artıq görürük ki, faydalı və başarılı cərrahlardır. Onlar da başarılı olmağının səbəbi diaqnostikanı artırıblar. Onların da sayəsində bizim işte o damar genişliyi ya da damar tutulması ya da varikozun sayəsi, xəstə miqdarı artıb. Yoxsa ki, xəstəlik həmişə eynidir. Populyasiyonun %70-i bu xəstəliyə maruzdur. Varikozun əlamətlərini bilsək, az öncə dediyim kimi mövzumuza necə başladıq? Gecikmiş varikozlar. O gecikmiş mərhələdə gəlməliyik. Buyurun, hansı əlamətlər varsa onları sadalayaq və bizi izləyənlər də diqqətli olsun. Konumuzu dünənləri tartışırkən siz soruşunuz ki, özəlliklə gecikmişmi? Bəli, özəlliklə gecikmiş sözünü mən vurgulamaq istəyirəm. Çünki varikoz və ya damar genişliyi biz hamiləlikdə çox bildirmişik, müşahidə eləmişik və bütün bu bilgilər artıq açıq bir şəkildə internetdə var. Problem şeydədir. Xəstənin öz seçimi çox yanlış olur. Hər nə qədər həkim onlara məsləhət eləsə düz və ya yanlış, xəstə nəticədə məni rahatsız eləmirsə, mən zaten bununla uğraşmayacağım deyib və ya mən bunu müalicə eləməyəcəm, bunu baş qoşmayacağım deyib, hər hansı bir həkimin ya da ki, qonşusunun məsləhəti ilə həyatına davam edir. Amma belə bir şey var ki, bədən yorulma indeksi deyə bir şey var. Özəlliklə üstünə gələn acil əməliyyat durumları var. Acil əməliyyat durumlarında siz zaten -1-dən başlayırsınız. Tromblaşma riski çox yüksək olan ya da ki,
35 yaş sonrası riskli hamilelik, zaten riskli hamilelik adı üstünde, plus altında da yatan tromboz veya ki varikoz xəstəliyi olan xanımlara dəfələrlə ginekologlar işte hamileliği bitirə bilməyiblər, ya da ki hamileliği ortada kəsiblər, yəni abortusla bitirilir. Bu 2025'ten sonra bütün yayınlarda varikoz artıq estetik veya damar xəstəliyi kimi yazılmır. Altında qırmızı incələmə ilə yazılır ki, hani ananı evladından, evladı anasız bırakan bir xəstəlikdir. Biz artıq bunu belə o dərəcədə. Çünki hal-hazırdakı bizim en büyük problemimiz xanımların dikkatsiz bir şekilde varikozunu bilərək də müalicə eləməməsi səbəbiyle hamileliğin tamamlanmaması və bu miqdar artır. Yəni hamiləlikdən öncə laxtalama sistemini yoxlamalıdır deməyə çalışırıq. Mütləq yoxlanmalıdır və mütləq varikozu varsa hamileliği riskli keçə bilər. Nəticə etibarilə evladsız bıraxa bilər. Bu biz estetik kapillər ya da estetik damar genişliği ya da ki həftədə bir dəfə ya da ayda bir dəfə sadəcə qaşınan bir damar deyil. Bu bir nöqtədə ciddi mənada sizin həyatınızı etkiləyəcək bir damardır və bunu biz otaqda girən xanımlarımıza deyəndə onlar bunu o kadar qorxaraq eşidirlər ki, deyirlər ki bu bir gerçek ola bilməz. Amma ne yazık ki o gerçekleri biz görürük. Yəni üzləşirik. Ayda bir, ayda iki dəfə bir ginekologun müayinəsində veya bir ginekologdan gelen bir xanımın müayinəsində oradaki gözyaşları ve oradaki yalvaran bir iki nəslin sözlərini mən eşidirəm. Bəy tərəfi və xanım tərəfi nə istəyirsiniz eləyin, bu uşaq qurtarılsın. O nöqtədə gecikmiş, bir nöqtədə gecikmiş varikoz nöqtəsində ya da gecikmiş damar tıxanma nöqtəsində ya da dərin damar tıxanma nöqtəsində biz artıq aciz qalırıq. Dəfələrlə bunu YouTube'da ya da ki herhangi bir platformada izləyə bilərsiniz. Texniki olaraq çox asan bir əməliyyat. Amma xəstəlik tromblaşandan sonra ciddi mənada ölümcül bir xəstəlikdir. Zaten ciddi mənada ölümcül bir xəstəlik olmasından qorxan həkimlər sizin ayaqlarınıza o ağ corabları əməliyyatda geyindirirlər. Bu estetik bir xəstəlik deyil, bu öldürücü bir xəstəlikdir. Və bizim ən basit bir cümləmiz, məsəl üçün bu günləri gələn bir xəstəmiz çox maraqlı bir cümlə qurdu, onu hatırlayıram. Deyir, doktor siz elə pişim-pişimlə yox, elə qorxudaraq danışırsınız. Biz pişim-pişimlə zaten hamı danışıb. Elə pişim-pişimlə danışa-danışa, yəni yumuşaq cümlələri qura-qura, biz bu xəstəliyi yumuşaq bir xəstəlik kimi, yəni çox vacib bir xəstəlik olmayan bir xəstəlik kimi tanıdırıq. Amma 2 ayda bir, 3 ayda bir, yox əməliyyatxanada, əməliyyat sonrası işte böyük bir riskli bir əməliyyat veya estetik bir əməliyyat sonrası ağciyərə atan trombların sayı nə qədər artıb, insanlar əməliyyatdan sonra fəlç çıxır. Bunların hamısının bir təməlində bir səbəb var və o səbəbi cərrahlar əslində bilir və rəylərdə yazır işte. Anidən tromb atma. O tromb hardan atır? Onların hamısı ayaqdan atır və bunu biz hamımız bilirik. Bunu xəstələr bilməsini istəyirik. İşte biz o vacibiyyəti biz çatıra bilmirik. Yəni erkən mərhələdə hər hansı əlamət verirmi yoxsa? Erkən mərhələdə simptomatik bir xəstəlikdir və çox ciddi bir simptomları var. Görsənir zaten. Qaşınmalar olur, ayaqlarda şişmələr olur, qıcı olmalar olur. Yalnız ayaqlarda müşahidə olunur. Ayaq və bel hissəsində, yəni insan bir kere zaten şeyi bilir. Damar varikoz genişlənməsi, vena olan hər yerdə bir şey hiss edir, bir diskomfort hiss edir. Yəni ən basit bir şikayəti deyir ki, mənim ayaqlarım yanır. Yorğunluq və s. Yorğunluq, şişkinlik, ayaqlarım yanır. Bu sadə olur. Dincəlincə keçir, işte 2 gün işə getməyəcək, o şikayətlər gerilir. Deyir ki, onda məndə xəstəliklə mən işdən yoruluram. Əslində işindən yorulmur. Bədən yaş artdıqca əzələ kütləsi azaldığı üçün damarlar qalır dəstəksiz və onlar başlayır genişləməyə. Davamında da şişkinliklər artır, davamında da şişkinliklərdən sonra artıq biz o damarları görürük. Biz istəyirik ki, həkim olaraq, yəni mən məsəl üçün, mən öz müəllimlərimdən görmüşəm ki, həkim istəyir ki, xəstə o ayaqlar şişməyə başladığı nöqtədə əməliyyata gəlməsin. Amma ən azı öz xəstəliyini tanısın. Bu zobdanmı şişir, travmatik bir düzdabandan mı şişir, damarda genişliği var mı, ondan mı şişir, yoksa başka bir səbəbi var. Diferensiyasiyası olunsun, o kağız, o uzi rəyi bir mütəxəssis əlindən altından çıxsın, o insanın əlində bulunsun. Ki 2 il sonra en azı kıyaslaması olsun. 2 ilde o damarlar artması var mı ya da ödemin artması var mı ya da xəstəlik artıb mı? O 2 il içinde çok büyük bir bilgi kazanır ve o bilgiyi sıradaki həkimə daşıyıp lazımdırsa əməliyyat olur, lazım değilse de başka bir mütəxəssis tərəfindən medikal müalicəsi düzenlenir. Simptomlar çaşdırıcı olur Məsəl üçün, hər bir adamın gecə yatarkən ayağında qıcı olması az da olsa, nadir də olsa müşahidə olunur. Uzun müddət ayaq üstə qalanda, uzun müddət oturanda bu yorğunluq hissi və s. Yəni, bütün bunların altında bir xəstəlik olma şübhəsi çox az insanda yarana bilər. İndi təsəvvür edin ki, xəstəlik yazılıda, PubMeddə yazılan bir
ortalama skorlarımız var, yəni faizlarımız var. Xəstəlik 70% bəşəriyyətin, yəni insanların 70%-ında izlənən bir xəstəlikdir və bu səbəb genetik ya da ki, işte hamilə qalmış ya da ayaq üstə işləmiş bir insanlarda deyil. Bizim iş yükümüz artdı. Bizim həyat tərzimiz artdı. Bizim gedəcəyimiz və gələcəyimiz yollar uzadı. Biz əvvəllər, mən məsəl üçün özümü hatırlayıram, mən məktəbi də, hazırlığı da, dərsləri də bir yolun üstündə gedib gəlirdim və tək nə şofer, nə maşın, nə bir şey. İndi isə biz evdən çıxırıq, səhər saat 5-də qayıdırıq, axşam saat 12-də. Bu hələ eğitim hissəmizdir. Bir də iş hissəsini də üstünə qoyursan, sən 12 saat işləyirsən. Davamında da sən insansan, dincəlmək istəyirsən, 12 saatin üstünə bir də qonaq dəvət edirsən ya da qonağa gedirsən, ayaqlar iflas olur. Biz yükümüzü artırmışıq. Ona görə 70%-imiz əslində xəstəyik. Sadəcə bu xəstəliyin qarşısını vaxtında tutsaq, corabları giyinsək, dərmanları içsək ya da ki, o yüklülüyü biraz azaltsaq, xəstəlik artmayacaq. Biz onu hiss eləmirik, onu başa düşmürük. Bir çox xəstəliklər fonunda da qanın laxtalanma sistemində problem yarana bilər. Amma az öncə biz hamiləlik dediyimizdə qanın laxtalanmasını hamiləliyə görə normal görüb o şəkildə davam edib. Bax, o fəsadlarla gələnlər var. Ən çox anlatmaq, ən çox uzun müddət, yəni uzun anlatış səbəbi olan xəstələrimiz işte hamiləlik xəstələridir. Çünki bizi onlara anlatmaya çalışdığımız şey bir, xəstə deyilsinizsə də belə 1-9 ay içində 20 kilo alırsınız. Siz ayaqlarınızın yükünü artdırdığınız için sağlam damar belə xəstələnə bilər. O nedənlə ən azı öngörü olaraq bir müayinədən keçin. Xəstəlik varsa onun dərəcəsini bilin. Xəstəliyin dərəcəsi bəllidirsə və ondan öncə, hamiləlikdən öncə ən azı onun qarşısını alın. Biz xəstəliyin hamiləlik əsnasında nə yazıq ki, çox bir aqressiv bir müalicəsi ilə məşğul ola bilmirik, çünki xanım hamilədir. Hamiləlik bitəndən sonra biz onun müalicəsini ya da ki, əməliyyatını eləyə bilirik. Hamilə qadınlar zaten riskli bir xəstədirlər, yəni riskli bir dönəmdədirlər o 9 ay. O 9 ay atlayandan sonra biz onlara kömək eləyə bilirik. Hamilə qalmadan öncə həkimə gedin, biz bunu istəyirik, məsəl üçün varikozla bağlı. Semptomatik olaraq zaten varsa və siz planlayırsınız, indi bilmirəm, 20-ci əsrdə artıq bizim tedavi yöntəmləri artıb deyə, hormonal müalicə alırsınızmı, kilo alınırmı, məsəl üçün uşaq olsun və ya olmasın bu dünyada, siz uşağı gətirəsiniz ya yox. Onu eləmədən öncə zaten damarlarınızı müayinə edin, çünki trombolaşma riski yüksəkdir deyə sizin bütün müalicə və bütün dərman takviyeləri ortada yarım buraxacaqsınız. Xəstəlik varsa. Doktor, bilirsiniz nə qədər insanlar risk qrupundadır? 70%. Sonsuzluqdan müalicə alan insanlar, 70%. hormon müalicəsi görənlər, hamiləlik müddətində bəzi müəyyən, hamiləliyin özündə də bu laxtalanma sistemi. 7 il əvvəl mən sizə demişdim, mən otaqdan çıxan heç bir xəstəyə küsmürəm, çünki bilirəm ki, sonuçta qayıdacaq. Qayıdacaq. Yəni sadəcə daha pis, daha geç, daha buraxılmış bir vəziyyətdə bütün xəstələr qayıdır. 70%, populyasiyonun 70%-i bir şəkildə bu əməliyyatdan, bu xəstəlikdən əməliyyat olacaq. Həkimini seçəcək, büdcəsini seçəcək, əməliyyat tərzini seçəcək, açıq və ya lazım öz planına görə, ya da ki, gecə saat 4-də ayaq tromblaşır, mosmor olur, onu bütün valideynlər ya da ki, bütün qohumlar maşına mindirir, artıq o saatda başına nə gələrsə. Ağırlaşmış vəziyyətdə. Ağırlaşmış vəziyyətdə bir həkim seçimi ya da xəstəxana seçimi. Bu xəstəlik başlayandan sonra tək bir çıxışı var, əməliyyat olacaq. Həqiqətən də bu ürək-damar sistemi o qədər mürəkkəbli, qanın laxtalanması, orada müəyyən qan göstəriciləri var ki, onu daim nəzarətdə saxlayıb, hətta mən insan tanıyıram ki, həkimin məsləhəti olmadan belə qan durulducular Çox yanlış. Ümumiyyətlə çox yanlışdır, amma yüngül dərmandır deyib içə bilərəm deyənlər çox var. Laxtalanmanın bizə faydası var, amma normativləri bilmək lazımdır və həkim məsləhəti olmadan. Xəstələrin çoxusu deyir ki, apteka getdim, oradan məsləhət soruşdum. Yəni, aptek zaten məsləhət verəcək bir qurum deyil. Xəstəliyiniz və diaqnozunuzu bilmədən də məsləhət alırsınız. Bir, ikincisi, zaten xəstəliyin bəlli bir kriterləri var, bəlli bir risk qrupu var. İşte biz 70% populyasiyonu, o 70% içində olan insanlar, hamilələr, kilo təqibi eləməyənlər, uzun müddət ayaq üstə işləyənlər, uzun müddət gün içində ancaq oturaraq hərəkətsiz iş görənlər və kitabda məsəl üçün yazılmayanlar, işte travma keçirmiş, ayağında bizə də olmuş, sümük qırığı ya gips taxmış, ya da ki, işte anidən həyatın bir hissəsində anidən hormonal müalicə başlanmış insanlar, onkologiyadan kimyoterapiya almış insanlar, onlarda tromblaşma riski yüksəlir. Kilolu insanlar və hamiləlik öncəsi və sonrası qadınlar bu 70%-in çoğunluğunu təşkil edir.
Doktor, uzun illərdir televiziyada sizinlə verilişlərdə ara sıra mən və digər həkimlər, kollegalarımız görüşür və gözümüzün önündə də operatorların ya oturaq ya da ayaq üstə uzun müddət qaldığını şahidi oluruq. Bu da gələcəkdə bir problem yarada bilərmi? İndi hər şey genetik yatkınlığa bağlamasaq da... Yox. Dediyim kimi onlar o 30% içində də ola bilər. 30% içində də ola bilər. Xəstəlik yaranmaya bilər və ümumiyyətlə, məsəl üçün... Rutin kontrollar nə zaman aralıqlarda tələb olunur? Həmişə mən örnək gətirirəm. Ən yüksək sığorta sistemi işləyən Koreya və Yaponiyada. Orada bəlli bir sığorta limitləri var ki, o limitləri keçməlisiniz ki, sığortanız, dövlət sığortanız davam edesin. Ayaq müayinəsi qadınlarda 35 yaş, kişilərdə 45 yaş. Şikayəti yoxdursa belə, o müayinədən belə keçməlidir ki, onun sığortası davam edesin. Yəni, qadınlar 35 yaşında şikayəti yoxdursa belə, ən azı bir dəfə damar müayinəsindən keçməlidir, diaqnozu bilməlidir. Kişilər 45 yaş, amma şikayətləri varsa, zaten şikayətlərin üzərindən mütləq şəkildə, yaşına baxmadan bir şəkildə müayinədən keçməlidir. Sadəcə bir şey var ki, şikayəti olub da, şikayətini bilib də onun üzərinə yanlış bir müalicə eləyən xəstə sadəcə xəstəliyinin durumunu ağırlaşdırır və mütləq bir şəkildə çox ağır bir vəziyyətdə həkimi ilə qarşılaşacaq. Bu pis bir tərəfdir. Doktor, ümumiyyətlə bu varikoz genişlənmə nəyinsə xəbərçisi ola bilərmi? Sualı biraz daha başa düşməyə çalışıyorum. Yəni, məsəl üçün, başım ağrıyırsa bu bir siqnal kimi qəbul edək. Yox. Bu bir xəstəlik nəticə artıq göstərir bizə. Yox, belə bir şeydir ki, varikozun əməliyyat olma səbəbi, əməliyyat eləmə səbəbimiz tromb atmasın deyə. Bəlli bir risk faktorunun göstəricisi bəli ola bilər. Gələcəkdə ağciyərə tromb atma, ağciyər pulmonar embolisi ola bilər, ürəyə tromb ata bilər, insult keçirdə bilərsiniz. Yəni, siz əməliyyat sırasında o damarları çıxardırsınız. İndividual yanaşmalar var, hamıya deyil. Hər xəstəni mütləq şəkildə həkim özü görməlidir. Siz 100 dənə uzi keçmiş ola bilərsiniz, 100 dəfə o uziləri WhatsApp-a ata bilərsiniz. Sizə düz və ya yandaş bir şəkildə həkim izah eləyəcək ki, mən sizi görmədən, uzi eləmədən, mən ümumiyyətlə sizin əməliyyat tərzinizi və ya müalicə tərzinizi izah eləyə bilməyəcəm. O damarların hər birisi uzi olunandan sonra və cərrahın tərəfindən uzi olunandan sonra ancaq əməliyyat prosedurası və ya düzənlənə bilər. Biz damarı görmədən zaten lazer eləyə bilərik ya da eləyə bilərik. Bəli, 97% bütün xəstələrə lazer eləməyə çalışırıq. Endovenoz lazer hər yerdə reklamı gedən və hər yerdə kəsiksiz, qansız, medsestrasız, həkimsiz daşı yazırlar. Yəni, yaxında suni intellekt o əməliyyatı eləyəcək deyə yazırlar. Bilməm, yəni, belə bir şey yoxdur əslində. Cərrah edir o əməliyyatı, əməliyyatxanada aparılır o prosedur. Yəni, bu ciddi bir şeydir, ciddi bir yaxlaşımdır və bizim qanunvericiliyə görə əməliyyatxanada olunan bir mərdivan altında eləyənlər var, bilmirəm. Amma həkim görəcək. Bəs mən deyəndə ki, estetik problem olaraq görənlər hələ də var. Mərdivan altında nə qədər, mən bir neçə ay əvvəldir biz bunu zarafat kimi mən sizə dedim. Mən Azərbaycana gələndə mənim həkim özü, bibim. O mənə demiş ki, Arzu varikozla danışırsan, elə burada gözəllik salonlarında eləyirlər, yəni bu mudur sənin işin? Mən o qədər güldüm ki ona, yəni həkim bibimə güldüm, dedim ki, bibi nə qədər çox eləyirlər, o qədər yaxşıdır. Çünki onlar sonuçda nəticədə yenə gələcəklər mənə. Çünki bu mərdivan altında, gözəllik estetik salonlarında uzisiz olunacaq bir prosedur deyil. Onlar daha ağırlaşmış bir vəziyyətdə, daha güvənsiz bir şəkildə mütəxəssisə gəlirlər. Mütəxəssis də illərin içində sadəcə adını qazanıb, onların güvənini qazanıb, onlara faydalı olacaq. Yəni, gənc yaşda olan insanlarda varikoz genişlənmə başqa səbəblə yarana bilər, bəlli bir yaşa qədər gəlib çatmış insanlarda səbəb tamam başqa ola bilər. Eyni ilə də genetik səbəblər, sadaladığımız səbəbləri də oraya əlavə etsək və yanında deyək. Və ya başda reklamlı bir şəkildə çox yanlış bir müalicə. Bizim ölkədə, bilmirəm, adını deyə bilməyəcəm, amma çox hörmətli, yaşlı bir həkimimiz var. Yəni, damarı uzi eləmədən, damarlarını görmədən, ümumiyyətlə uzidən bir anlayışı olmadan otağa girən bütün həkimlərə, bütün xəstələrə skleroterapiya eləyir. Yəni, bu uzidən anlayışı olmayan bir insanın bir 20 ildir biz xəstələrini görürük və o adamın, efirdə deyə bilməyəcəm təbii ki, amma o adamın adını bizim hamımızı tanıyırıq. Skleroterapiya sən uzi eləmədən ya da ki, damarın durumunu görmədən xəstənin heç bir müalicəsini və onkoloji sonrası skleroterapiya eləyirlər. Yəni, mümkün olan bir şey deyil. Onkoloji sonrası və ya hamiləlik öncəsi ginekoloq buna yönləndirir ki, damarlarını yoxla. Bu da qonumu qonşudan eşidib ki, orada eləyirlər.
damar təmizləmə, ya da sistem vurma, ya da skleroterapiya fərqli adları var. Hamısının adı ilə bir adamın, işte bir həkimin adı çıxır ortaya. Çox da yaşlı, çox da ağsaqqal bir kolleqamızdır. Onun işi deyil. Onun anlayışı da deyil. Amma o qədər mənə xəstə verir ki, çox sevirəm özünə. Salam göndərmişəm mən özünə. Yox, doktor, elə deməyək. Çünki amma bu bir gerçəkdir. Ola bilər, bu bir gerçəkdir. Xora mərhələsi ola bilər, tromboflebit ola bilər, amputasiya mərhələ ola bilər, ölüm ola bilər. Yox, bildim mən siz nəyə demək istəyirsiniz, amma onun adını mənə deyirsiniz. O həkimin ən azı bütün xəstələrə mən faydalı oldum. Və eləncə həkimlərin sayısı nə yaxşı ki, bizdə azdır. Mən fizioterapevtdən və ya travmatoloqdan bəlkə ayda 5 xəstə görərəm, işte konsultaya olunmuş 5 xəstə. Amma bu həkimdən və ya buna inanmış, işte qonşunun məsləhəti ilə, həkim olmayan birisinin məsləhəti ilə hicama, zəli, işte damar yuma, o məsləhətlərə baş vurmuş o qədər xəstə gəlir ki, onları çox sevirəm mən. Çünki onlar o yanlışı görüb, yaralarını açıb, ülsərlərini açıb, sonra doğrunu görəndə hamı gəlir ki, bu muydu? Yəni bir əməliyyatın nəticəsində bir həftə içində illərdir bağlanmayan yara bağlandı. Deyirəm, illərdir bağlanmayan yara bağlanmamanın səbəbi illərdir yanlış müalicə edirsiniz. Bu xəstəlik ümumiyyətlə cinsiyyət ayrımı, yaş ayrımı seçimi etməz. Yox, sadəcə 70% bilirik, başqa heç bir şey bilmirik. Qadınlar daha kişilər tərəfindən Qafqaz ölkəsi, kişilər tərəfindən daha çox qorunma duyğusundadır deyə qadınlar daha çox həkimə gedir. Amma əslində qadın və kişi əməliyyat listəsində kişilərlə qadınlar eyni saydadır. Yəni qadınlarda və kişilərdə eyni saydadır. Kişilər sadəcə biraz gizlədir, biraz özünü önə göstərmir. Axırda göstərir ki, işte bura biraz qanıyır, 2 ildir sarıram. O vəziyyətdə gəlirlər. O mərhələyə çatdırmayaq. İnşallah mən diləyərdim ki, insanlarda dediyimiz əlamətlər, yorğunluq, şişkinlik, ödem, qızartı, qaşıntı, hər hansı bir dəri səthi damar ola bilər, dərin də ola bilər. Görüntü varsa zaten görməyə də bilərik. Amma deyək ki, artıq çəkisi var və ya bir çox xəstəliklər var ki, o səbəbdən müalicə alır, hamiləliyi planlaşdırır. Yəni, orqanizmdə bir dəyişiklik gedirsə, bilin ki, bunun damarlardan fəsadsız ötüşmə ehtimalları azdır. Ən azı rahat olasınız deyə bir müayinədən keçin. Zaten ikinci müayinəyə sizə heç kim çağırmayacaq, çünki sağlamsınız. Orayı yazan insan bildirəcək sizə ki, yəni damarlarla bağlı, bəlkə gedin dizlərinizi yoxlayın, amma damarlarla bağlı bir dəfə də mütəxəssisə gedməyin, damar cərrahının sizə heç bir faydası olmayacaq. Xəstəlik yoxdur. Amma varsa, onun üstünə düşməsəniz bilə, ən azı düşmanınızı tanıyın. Ürək-damar cərrahı axtarışında olanlar, damar problemi yaşayanlar, mən yəni tamaşaçılarıma buradan reallığı deyirəm və hər zaman faktlardan danışıram. Çox ciddi problemlərdən, əziyyət çəkən, yəni xəstəlikdən bəhs edirik, varikoz genişlənməsi olan, yəni tromb atma ehtimalları, amputasiya vakaları dediyimiz o vəziyyətləri yaşayan çox sayda xəstələrin Arzu Vahidoğlu'nun yanında şəfasını tapdığını və doğru, yanlış müdaxilə olub-olmadığının qərarını necə mükəmməl verdiyini şahidi olmuşam. Sizin hər zənginizdən qorxuram. Yox, estağfurullah, doktor, elə deyil. Sizin hər zənginizdə, aha, imtahan başladı deyirəm. İmtahan başladı. Yox, amma sizinlə fikir bölüşmək məni sevindirir. Həqiqətən çox şad oluram. Çox savadlı və mükəmməl biliyə sahib həkimlər sırasındasınız. Bilirsiniz ki, mən bunu deməliyəm. Təşəkkür etmək istəyirəm. Varmı sonda demək istədiyiniz tamaşaçılarımıza, əziyyət çəkənlər buyurun, Lüks Hospital'a 7 il içində mən sadəcə bir şey bilirəm, yəni sizi tanıdığım 7 il içində mən bildiyim bir şey var ki, vurğuladığımız nöqtələr dəyişmədi. Sadəcə işte bu 7 il içində hələ də işte estetik danışılır, qadın doğum, işte ginekoloji xəstəlik danışılır. Bunu bir dəfə də vurğulamaq istəyirəm ki, bu estetik xəstəlik deyil, sadəcə ginekoloji hamiləlik öncəsi ya da hamiləlik sonrası yaranan və gedən xəstəlik deyil. Varikoz və ya damar tıxanıqlığı xəstəliyi varsa, bilin ki, bir büdcə, bilin ki, bir imtahan, bilin ki, bir əməliyyat sizi gözləyir. Nə vaxt, necə, nə şəkildə həkimlə görüşəcəyinizdən, nə qədər gec görüşəcəyinizdən xəstəliyin ağırlığı artır. Amma mütləq bir şəkildə o xəstəliklə özləşəcəksiniz. Teşekkür ederim. Siz minnətdaram. Xoş oldu, minnətdaram. Bir daha xatırladım, ürək-damar cərrahı Arzu Vahidoğlu studiyamızın həkim qonağı idi. Lüks Hospitalda fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayıq.